Salam, hər birinizi YouTube kanalımda xoş gördüm. Bugün düşərgənin 4-cü günüdür və 4-cü gündə təbii ki sizin üçün vloqluyuram. Səhərdir, klassik səhər oyanmışıq, idmana gedirik. Zeynəb də buradadır. Tələşirik, Qaça-qaça gedirik çünki uca gecikirik. Bu arada heç havaya uyğun olmasa da don geyindim. Çünki dünən sweatshirt geyinmişdim və bugün onu geyinə bilmərəm əsla. Ona görə belə don geyinmişəm. Oydu, hava dəhşət yağışdı. Yağışlı havada idman. 5 dəqiqəlik idmanımız bitdi. Çünki yağışdı. İndi səhər yeməyinə gedəcəyik. Ay, hər kəs bürünüb evdə, mən donlanam. Amma üşümürəm. Aslında deyil ki, o da ki üşümürəm. Zeynep ev çəkir önümə. Diyorum İbrahim sirke seçilen İbrahim'in arkasında ya. Bilmem ne halde İbrahim diyoruz. Ama bunu savururum arası gelmesin. Diyorum ondan da böyle Axırda da Rəşad ucu görəm mənim ipimi dartır. Mən də belə dartıram. Yok atın falan o. Yetim burada yapıştırılmış olsun. Yeməkdə sevgi var. Uşaqlarınız olsun. Yeməyimiz bitdi. Teşekkürler. Gedirik forma giymeye, sonra təlimə. 3. Geçin kızlar. Ayda hava soğukdur ya. Ama don değişmək istəmirəm. Otağın qapısı açıqdır. Dəhşət külək vurur orada. Yəqin ki çıxış ediblər. 323. Kart işləmiş. İşlədi. Evet. Yan otaqdakı qızlar Röyanın Sənə görə mahnısını oxuyurlar. Biz də Zeynəblə pulsuz konsertə qulaq asırıq. Bu arada dünənləri axşam yox, bugün səhər qonşu otaqda qalanlar gəldi bizə, bizim yəni türk idilər deyəsən. Gəldilər, dedilər ki şeydir. Müziğin sesini alabilir misiniz? Rahatsız oluyoruz da. Biz də dedik təbii ki səs yəni o qədər gedir. Hər yəni ayrı kodda telefonda mahnı qoymuşduq. Yəni disko falan təşkil eləməmişdik burada. Ama gedirmiş. Video çəkirlər. Ölmeşim harda Səbinə. Ayca. Necəsiz? Yaxşıyam, səncə susamışam. Amma mən də susamışam. Günel. Təlim mod 110. Deyirəm istedim. O mahnı oxuyacaqdım hemen axşam. Mahnı okuyorsa O zirvesi gəl. Deyirəm müqəddəs Məryəm anaya. Deyirəm bu mahnı oxuyub uşaqlar bunun spamatı. Bu yesin mahnı məşqdir. Deyirəm, mahnı oxumaq pis səsi. Sən danışma. Baxırlar. Tamam, boğazım biraz tutulmuş olabilir. Sesim vav olmaya bilər. Ama oxuyabilirəm. Yox. Bak, Şarkı falan da buradadır. Biraz sizdən. Benim mahnı oxuyacaq. Biz ikimizin mahnı oxuyacaq. Çəkib sizinlə də bölüşəcəm. Oysal Bey bugün bize İsmail liderlik ve komanda kurulucu hakkında təlim çözəcək. Təlimimiz müxtəlif hissələrdən ibarət olacaq, komanda işləri yönələcək və s. Və gözlərim təmiz olsun. Hazırlıqda başlayaq. İlk öncə sizin təbrik edirəm. Bugün burada olmaq münasibəti ilə məndə olan məlumata görə bir neçə gün buradasınız. Əylənirsiniz, oynuyorsunuz, öyrənirsiniz, yeni əlaqələr qurulur, köprülər tikilir. Bu baxımdan həqiqətən təbrik edirəm, çox şanslısınız. Hər kəsin həftə sonu bu dəqiqə yağışlı havada, şəhərdə, evdə uzanma sporunda TikTok üzərində bugün burada keçirsiniz. Fasiləli gedir. Fasilə bu arada sürəşət qaldı boğazında. Ölürəm yani. Boğazıma keçdi. Gəldik bowling otağına. Bowling oynaya bilməsəydə. Təlimdə qız durub danışır. Deyir ki, yəni mənim yaşamadığım bir həyatı xatırlayıram. Elə dedi. Yanımda oturan başqa Timur var belə şizofrenizə. Kız da qayıdıb verir ki, kız da qayıdıb verir, şizofreni oluram ki, ayda nə qədər gülmüşəm, həm vaxt suda keçdi boğazıma.
Deşetizm. Kim ne deyir? Bir şey. Uşaqlar tanıyaq. Kızım bir deyir ki, həmkarlarım dedi bizə. Onu belə həmkar mı kızı belə mən hamısı həmkar kimi görürəm. Qız danışıb tanısı olan belə sağ ol həmkar. Ayda qız deyir ki, niyə hörmətsizlik eləyirsən də düz deyir də. Sonra da deyir ki, özüm yanımda otursa belə deyir, özümə nə qədər şey qazandım, düşmən. Göybəl. Nə? Dünən, hə. Sən mən link atanda keçənməlisən o dəqiqə. Şurada fikirləşək görək neynəyəcəyik. Haydi sən onu gələ anlat qalbə. Deməli, axşam səhərci olmalıdır. Şahrukxanın fanatı olan uşaq mənə deyir ki, gəl Şahrukxanın manısını oxuyaq. Doğru bir gəlib ondan soruşur da Şahrukxanın manısını oxuyarıq. Mən çox maraqlı olar. Gəl soruşum Zeynəb. Gedib soruşam, gəldi. Şeyin ucu yaxşı deyil. O mahnını oxuyacaq. Məncə çox maraqlı olar. Sizlə də bölüşəcəm. Təlimimiz başlayır. Hamımız bir tutmalıyıq ki, təlim için görürük. Bir tutun. Təlimsini görürük. Hamıya bir Deməli, mövzumuz gözünüzü yumub xəyal qurmaqdır. Hamı da gözü yumub xəyal qurdu. Aha deyir, sakit olun. Vloguma salamlayın. Bizə verilən sual. Məsələn, müəllim hə, yaxşıdır, amma bir müəllimi yəni çox müəllimlər var da bu dünyada. Kosmik gəlmir, yüksək bir şey olmaz. Çoxçu kosmik gəlmir var. Ana da nasıl ki anladım, 5 dəfə nə yaptı orada üstündür. Yazıcı da yazıcının nə əlaqəsi? Ana ilə idmançını da. Çəçipdən baxıb bax telefon əlində. Yox. İdmançı. Növbət çatırsan, bu var. Yəni əgər bilsək ki, oksigen yoxdur, bunların heç bir konsentrasiya mümkün deyil. Amma əgər tüp varsa, mən düşünürəm ki, bizim həyatımız kosmik gəmini bitməyəcək, biz dünyaya qayıdacaq. İnternet olmadan biz yaşayabilirik. İnan proqramçının olmamasına razıyam. 25 yaşlı idmançı olmasa da böyük bir dəyişiklik yoxdur. Çünki o idmançı sadəcə özünə daha çox. Əgər gənclikdə müəllim olacaqsa ki, məsələn, idman bilmək öyrədirsə, bu başqa. Yəni, belə demək mümkün. Proqramçını alıb bir də mən yazıcısını düşünürəm insan olar. Çünki həkimsiz, müəllimsiz, yol göstərən təcrübəli bir alimsiz, anasız, ən vacibdir, çox adam anasıdır və mühəndisiz mən həyat təsəvvür etmirəm. Təlimimiz bitdi. Get sənə danışmıram. Gəldik bura. Ne yapıyorsunuz? Ay. Hulku çekmeyeyim. Kızlar çekim. Hello. Ahlelele, ahlelas. Ahlelele, ahlelas. Timlerimiz. Ne giriyor? Ben koşulacağım. Biraz oynayırlar.
Timlər bölünüb, Zeynəb anı. Deməli oyunumuz bu. Və bu gəmi hansı ki indi yük sayısını azaltmalıdır. Ayda. Və ona görə maksimum və maksimum Ay, 5 çək nəfər deyirsiniz. gəmidə qala bilər. Həyatını qurtara biləcək potensialdayam. Yəni hər hansı baş verən bir force majeure halda. Ben de. Mən 22. Hə, zəhmət olmasa. 25. Oynamır. Oynayırsan. 25 nəfər. Zəhmət olmasa hazırlayın. Hazırlayana qədər gəlin biraz replication eləyək. Bəsdir də. Sağın və solun. Bir dənə təklif var. Deyirəm. Baxın. Belə bir məsələ eləyə bilərik, amma bu vədlə. Oturan biri olaraq gedirəm. Amma oyun davam edir. Amma yemək saatı idi, yeməyə gedirik. Zeynəb, ancaq yeməyə uşaq açmışam. O qədər dedim açmışam. Gəldim foyadayam. Uşaqlar da buradadır. Amma bizim tim o qədər dağılışır, tapa bilmirəm heç kimi. Bayağı bol oynayır uşaqlar. Gəldim secret box yazıram. Nə qədər görürsən atılıb bunun içinə? Deməli secret box yazırıq. Pis bir şey yazmayacağım. Düşmürəm. Pis bir şey yazmayacağım tabii ki. Çünki şirkətim falan yoxdur. Amma nəsə maraqlı bir şeylər yazacağım. Yazırım. Çok səliqəsiz yazdım. Mənim yazdığım max cümlə YouTube kanalıma abunə olun, amma səliqəsiz yazdım, bunu oxuyamayacaqlar. İptal. Təzdən yazıram. Allah ki 4 dənə vərəq cılandan sonra 3 dənə, ya 4 dənə. Nəhayət ki adam kimi yaza bildim, o da şübhəli. İndi bunu atırıq secret boxumuza. Bu şekilde atırıq. Hadi hayırlı olsun. Yaz bitmir secret boxum. Orada işıq pis vururdu, bura keçdim. Nə qəşəng bir şey yazacağım, maraqlı. Amma aklıma heç nə gəlmir. Bu bayaqki vərəqlər geçirdim ki, buna da asıl verəməsin. Deyərlər bir kimdə bu qədər yazıb. Nə yazıb verəm? Ağlıma geldi. Sonuncunu da yazdım. Gidip yatak kutuya. Bu da böyle koyun burada. Bunu da atım kutuya. Oy, rezil görünecek. Oy. Geldim yemeğe. Vlog hala editleyemmemişim. Bakı gidip editleyip paylaşacağım. Ne? Bir gün bütöv, 2 gün bütöv, 3 gün bütöv. O şekilde. Ne? Bende yoktu ki, tim yoldaşımızın telefonu atıram, qalır orada. O Bakı gələn tez atacaq mənə olur. O yeri dolmur. Öyle. Şolası uşaqlar. Başka tim uşaqlardır. Ama uşağı tanıyıram media agentliyindən. Babağım düşər ora. Abşi mən şəhərdə də qoydum ora. Gedirəm yemək yeməyə çünki acmışam. Cidden acmışam. Bizi görürsə deməli ya. Yerimiz oradadır. Deməli mən vlog üçün çəkirəm. Bütün gün telefon belə tuturam. Staffdan bu bəydə bütün gün telefon elə tutub hesabat üçün çəkir. Ben de buraya eləsinə, ben gezdirim burada. Yemeğimiz bitti. Zeynep qarşıda tamamen çıxan foya biraz hava almağa. Sonra intellektual oyunumuz desem başlayacaq. Hani desem elə deyiklər. Elimizə açda vaxtı. İntellektual oyunu saat 4'deymiş. Mən də gəldim otaq formam. Paltarımı sizə göstəreyim.
Deməli, axşam hindi mahnısı oxumaq istəyirəm və indi onun üçün məşq edirəm. Arxadan instrumental qoşmuşam hindi mahnısıdır. İndi özüm oxumaq çalışacağım. तुझे देखा तो ये जाना सनम प्यार होता है दीवाना सनम तुझे देखा तो ये जाना सनम प्यार होता है दीवाना सनम अब यहाँ से कहाँ जाए हम तेरी बाहों में मर जाए तुझे देखा तो ये जाना सनम. Uşaqlar da burada məşq edirlər səhnələri üçün. Düşmür Allah. Düşün aşağı. Daha biraz da vaxtımız var. Ama hiç kim görmürəm bizimkilərdən. Baxın, bu uşaq Ronaldoya oxşamır. Bir dənə yüzü yaxından çək. Allah Ronaldoya oxşur. Uşaqlar da oxşuyur. Ronaldoya. Bu Ronaldoya oxşamır. Gördünüz? Köpük. Bu kedin itin adını köpük koymuşam. Pişiyin adını heç nə. Çok tatlı. Sizi videoya çəkirəm. Yox, eşitmirlər zaten. Çünki mən şüşədən bu tərəfdəyəm, içəridəyəm, amma mən buradayım. Köpük geldi bura. Köpük. Kedinin adı ne olsun? İtin adı köpüktü. Kedicik. Kedicik. Motu. Çəkirəm. Ama danışmasın, bir şey saldırdı ayaklarım. Köpük. Köpük, kediye mi saldırdın sen? Saldırdı. Az ben video çəkirdim, bax saldırmırdı. Bunun dişlərinə bax, elə baladır bu. Dişi var bana. Sen oxşar deyəcək. Hani durduram, görərsiniz kimdir. Yağış sədaları altında əlimizdə forma təlimə gedirik. Dəhşət soyuq deyə. Bizim uşaqlar da gəldilər. Oyuna gedirdik, təlim deyirəm. Oyuna gedirdik, amma gedəsi olmadı çünki məkanı hazırlayırlar. Zeynoş da buradadır. Burada uşaqlar var. Uşaqlar da buradadılar. Bayaq biz də oturmuşduq, söhbət edirdik. Sonra şey elədik, gəldik. Canım. Korkma. Hadi çok iyi balaları. Niye buraya getirdiler? Aşağıdan getirdiler özü de. Digər korpusdayıq da. Biz bura gəldik. Xəmsə üçün. Mənim işləmə 2 dəfə əl çalsın. Sakit durmayanlar əl çalsın. Buranın ağaclarından göstərmişəm, yeyirik. Çox dadlıdır amma. Mən 100'ü artıracağam. O sırada Zeynəb. Amma yox, oynadı uduzdu. Şikatmadır. Bu hamısını bilir. Bu uşaq bütün hamısını təxmin edir. Onlar bana öyle şey değil. Neyse. Ne geldi? Elə pişkatmadır. Biz. Heç bir alqışlamadı. Püşkatma oldu. İndi bir komanda gedir xəzinəyə. Daha doğrusu 2 komanda gedir xəzinə axtarışına. Qanlar gedir Breyling oyununa. Breyling burada təşkil olunur. Mən iştirak eləməyəcəm, özü də uşaqlar eləyəcək. 6 nəfərdir. Şəmsədin var idi, sağ olsun. Elə bir danışığı var idi ki, baş verir. Bir coffee break'ti bizə. Breyling coffee break'dən sonra olacaq. Uşaqlar yığışıb hamısı. Gedirik təlim otağına. Gedirəm uşaqlar, yarısı oradadır, yarısı gedib. Mən də gedirəm təlim otağına. Breylingdir. Breyling yarışı yarışmayacağım ama komandamıza dəstək olacaq. Yenə orada olacaq biz.
Sizcə təzminat xərci daha maraqlı, yoxsa birinci? Bir dənə. Səs üstündə istəmə. Kopenhagen. Buraya Karabağ. Karabağ'ın telefonu da bu oteldə. Bir komanda sonra bir komanda saray. Harçlı. Hatay. Reyting oyunlarına bir oyuna bakmak mesela. Televizyondan fərqiniz olsa, ilk saniyə cavablarını qoyuyorsun, sən cavablayırsa, masadan qalır. Bunun səsini çıxarmaq üçün əlləri arasında kraxmal hissələrini sıxırlar. Söhbət nədən getdiyini deyil. Bax, Məncə cavab daşlarda gəzəndə olur. Məncə daşdır. sümük qırılması cavabı sən. Yerində nə var cavabı? Mən deyim. Demək düzgün cavab qarın üstündə gəzmək səsiymiş. Doğru cavabdır. Hansı parmağın altında bak. Reyting bitdi. Bitmir əslində. Yarı finaldır. Biz də yarışdıq, amma uduzduq. 3-2 uduzduq. Düyməni gec bastıq sadəcə, ona görə uduzduq. Yoxsa sual tapmışdıq. İndi birazdan xəzinə axtarışı olacaq. Mən də koridordayam. Bayaqdan içəridəydim. Ürəyim sıxıldı, koridora çıxdım. Hamı Secret Box-a yazı yazır. Bu da Eltac bəy, o da nəsə yazır. Gəlin, gəlin, həmsəyə gedirik. Gəlin, uşaqlar, həmsəyə gedirik. Həmsə deyirəm, xəzinə. Hə də şey yazırdım, Secret Box, amma bu da açmayacağım. Burada hiçbir şey yazmamışam. Aslında küsmüşdüm. O yazmışdım. Sonra yazdım ki, sonra barışdım. Yazdım ki, küsmüşdüm, sonra barışdım. Amma burada yazmışam ki, küsmüşəm. Yəni baxın, biz bu havada, bu soyuqda xəzinəni nətər axtaracağıq? Yəni soyuq bir tərəfə, qaranlıqdır. Verin hə, qollar var evdə. Xəzinə axtarışımız bitdi. Bizə deyiblər demin, amma oha, işıqsın! Bir dənə də yanlış ya. Şok. Cəmi bir saniyə, 10 saniyə sönmədi, gəldi işıq. Arada da yarışırlar. Bu arada biz bütün telefonlarımızı hamımız İstafa vermişdik. İstafa həyətdəydi də. Hamımızın, yəni çox uşağın telefonunda kollektiv şəkil çəkiblər, çox qəşəng olub. Sizlə də paylaşacağım, indi qoyacağım buralara bir yerə. Evet arkadaşlar, yemekteyiz. Emine Hanım. Galeriyamızda görülü şəkillər. Çok yemeğidir, çok şirin şəkillər çəkiblər. İndi yeməyə gedirik, yeməkdən sonradakı səhəciklər olacaq. Bugün bizim son akşam yemeğimizdir. Uşaqlar, bugün bizim son akşam yemeğimizdir.
Gəldi, indi axşam yeməyimiz bitdi. Gəldik otağa. Zeynəb hazırlaşır. Mən hazırlaşmıram, sadəcə makyajımı düzəltdim. İndi aşağı düşəcəyik, səhnəciklər olacaq. Səhnəcikləri izləyərik və sonra da Secret Box oxunacaq. Nihat, nə hazırlamısınız? Bir timsiz. Nə hazırlamısınız? Nə hazırlamısınız? Mən çıxış edəcəm ya. Amma klipi xüsusi temperdən çıxış edəcəm ya. Prosta bu səsini necə edəcəm olmuyor. Həyəcan var. Həyəcan, no stres, no panik. Yəni şey da. Uğurlar. Ay. Zəhra, nə qəşəng görünürsən. Kedimiz də çox qəşəng. Teşekkür ederim. Kedi. Salam verin. Salam. Səhnəciklərə hazırlıq. Bunu özünüz təxmin edib yazarsınız. Demək sizə demişdim, yetim var. Yetim deyilir. Onun belə oradakı iştirakçılardan kimsə belə kuklası var. Kuklanın da adını yetim qoyublar. Çox şirindir amma. Bir dənə kostyumumuza baxa bilərəm. Çox rəsmi. Səhnəciyimizi çox merak etdim. Və təbii ki Secret Box yazılır. Hər kəs hazırlaşır, uşaqlar, hər kəs. Bütün komandalar. Bu arada bizim uşaqlarda rəvayət hazırlayıb, amma hər birimiz haqqında nəsə var orada. Hələ ki heç birimizə demirlər, qulaq astırmırlar ki, sürprizdir. Mənə də maraqlı gəlir. Gedirik park otağına. Aysu, hazırsan? Hazıram. Sonuncu gündür. Ürək sözlərimi sevirəm, çox sevirəm. Can, mən də səni. Darıxacam səbirşi. Evet, mən amma Takip edeyim bu darıxmayaq. qızı. Zaten əlaqəmiz var. Görüşəcəyik də, niyə Takip darıxaq? edeyim bu kızı. Siz də vloguma salam deyin. Bizim ən ciddi və ən pozitiv staffımız. Xanım yəqin ki, rəqs oynayacaq. Dəyişlərimiz. Evet, estağfurullah. oxunacaq indi. Evet olur. Sən kimə Quran götürürəm? Aa, düşdü. Biz elə heç eləmədik. Mən Hind Mansur oxumadım.
lazım. Şey bilmirəm olmaz. Akşam biz çıxmırıq. Sən çıxacaqsan səhnəyə. Yox, yox. Sən də çıxmayacaqsan. Mən koordinatoram, Amincinin koordinatoru. Zeynə də çıxmır, Ceyhun da çıxmır. İbrahim çıxacaq. Mən də məcbur. Başlayır. Tim liderimiz. Bol şəxslərinin parodiyası adlı süjetimizə keçid alırıq. Kasting heyətinə bağlı məlumat etmək istəyirəm. Kasting olacaq Azərbaycan şəxsi, Türk şəxsi, Rus şəxsi, ər və arvad. Hazırsınızsa alqışlarınızı almaya başlayalım. Əlbəttə bilirəm. Beşiktaşdan getsin oyudur. Getişir əvvəl biraz olmuş. Evet sayın seyirciler, bugün Fatih'te futbol şölenine karşınızdayız. Türkiye ve Azerbaycan'ın güzide kulüpleri Beşiktaş ve Nefçi Bakü'nün karşılaşmasına az sonra canlı çekilip şahit olacağız. Her iki takıma başarılarla diliyoruz hepsini. Möhtəşəm bir oyun gözlənir və hakimin fikriyle oyun başladı. Geri gəlmişkən Şahmat Federasiyasının gənclərin uğurlarını ötüb keçə bilməli. Judoistlərimiz böyük uğurlara imzalar atırlar. Görüş şahmatın sonu yeridir. Qaydədən var bizim televizyon dəhşətliyə. Futboldan başqa yaşı danışır. Görürsən ha? Добро пожаловать, дорогие друзья! Сегодня у нас здесь потрясающая игра. Из-за этого я хочу поднять одну руку за эту игру. Подождите немного, подождите. Mi amore,
Toya kız evi, oğlan evi, maşallah. Allah sizin olsun. İstəyirəm mən biraz həyatlarımdan anlatayım. Bəy bugün çox xoşbəxtdir. Çünki bugün onun bütün toyunun rasvatını atası çəkir. Amma sabahdan anlayacaq ki, kredit, qəbzlər, qızın makyajı, manikürü, pedikürü, sonra dırnağı, sonra keçək gəlmə. Gəlmə bugün çox gözəldir. Sonra mən deyəcəm haqqında. Narahat olmuyor, gələcəkdə bəy də öyrənəcək ki, ailə həyatını sevir, sadədir, hər deyib sakin yapacaqsın. Gəlin nədir o? İndi isə istəyirəm mən bəyin atasını, anasını, gəlinin atasını, anasını dəvət edeyim, toy mərasimini açılış eləməyə. Yaxınlaşır zəhmət olmasa. Bəy, gəlin. Gəlin. Toy mərasimini açılış eləməyə yaxınlaşır zəhmət olmasa. Hoş geldiniz. Bəyin atası yaxınlaş. Ay maşallah. Sağ olun. Hoş geldiniz. Sağ olun. Ay maşallah. Hoş geldiniz. Buyurun, hoş geldiniz. İsmail, oğlum. Xoşbəxt olsam. Hazırsınız. Yakınlaş. Hazır. 1, 2, şiarı, 3. Hadi ıslak olmalısın. Hadi ıslak olmalısın. Mafiyamı koyabilirim ben. Ne oldu? Gözlerine al, çok az kaldı. Çeşitli baktı. Ne oldu? Donaklar gelip aç
Bir dənə çörək, hər şey. Bir dənə toyuq var. 1 kilo kartuşka, 2 kilo salat, 5 dənə. Qırılmış ona qalmasa bir daha verim. Hər şey. Bir dənə çörək damasın. Eve bakın buyurun. Zəhəri ağzına gəl. Böyle ne olur? Hemşirden ne gördürürsünüz buna? Sağ olsun. Bir tane alkışlarına dolmasa oradan bir tane bir tane yine tuş olmadı. Bir tane yine tuş.
Bir də qalır övrə. Və xoş oyunlarla, dərslərlə qarşınızda olacağıq. Eyni zamanda ümid edirəm ki, hər biriniz üçün əyləncəli. Biz çox hassas yaşayışıq. Bizdən qabaq Hala nəhayət gəlir. Kulağısın cemaat, ben değilim revayet. Bu cömürlü aleminde, bu ihtişam aleminde. Bir gün Quba şəhərində bir ediş müşahidəsi təşkil olundu. Ayağım, bu düşərgə nə doğulur? Ayağıma, bu düşərgə nə doğulur? Yetimlər hər sənə şən olur. Yetimlər hər sənə şən olur. Kimisi danışır, kimisi film çək. Kimisi danışır, kimisi film çək. Stadda çayını hazırlayıb. Yetim kısmında hem filmler var. Bu da değerli anlayış. Bunun için yasa her yasa koyuyorsanız. Evet. Ya bu akşam böyle. Ha, evet, tamam. Sen ne? Şu an ya. İndi sekret bokslar oxunur, hər kəs yığışıb. Akif, xəyal sən lidersən. Bugün çox yoruldu, öz doğramsın. Sabahlar necədir? Kim yazmışdı? Ajan. Başlayıb Tac bəy olmaqlarınıza təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Öz davamlıqım yox ki, mən Həsara ilişib köynəyi cırılan qardaşın komandası ilk dartmanı rəsmən qan tər göz yaşı ilə qazandılar malades. Alan. Ne oldu? Quba olmalı.
Atim olaraq birinci. Atimdəki Murad sakit, xoş rəftarı, çox xoş Timin deməli, ilk resepsiyona yaxınlaşdı, dedi ki, mənə ikinci kart verə bilərsiniz. Xanım da çox rahat, çox profesyonel dedi ki, hə, normalda vermirik, amma sən onlar özümü qəlb istədim, bu qədər zaman olmalıyım. Mən istədim, mənə vermək. 5 manat deyə. Hər şeydən razı qaldım sənsiz. Mən 5 manat. Asu, Vıcıfıl və insan resursları siz fəxrsiniz. Fəxr ürəklə çıxarsınız. İlk düşərgə biri çox razı qaldım. Hər şey görə çox sağ olun, sevilirsiniz. Astu maşın qayırma, bəsdə. Şahlarını salam. Ən səmimi timlidə Rüstəm. Nə Rüstəm? Şübheli. Kaş bütün idarə heyəti, staf Zeynəb və Nuray xanım kimi səmimi güləriz mehriban olar. Zeyn bəy. Gecə saat 2-yə qalıb. Secret box bitdi. Allah haqqı mənimdir ki, saat 2-yə qalıb gedirik yatmağa. Qəşəng oldu, burası başlayır. Gedirəm otağa, Zeynəb, gəl. Ölürük, Allah'ım, bugün son gündür, sabahlarda dedi deyəsən, günorta çıxacaq. Otağımıza gəldik, əşyalarımız falan dağılmışdı, onları yığışdırdıq. Çox gecdi, sabahlarda yəqin ki, səhər idmanı olmayacaq. Günorta üçün də yola düşəcəyik. Nə deyirdim? Hə, yəni bugünlük vlogum bu qədər idi. Yəni ki, sabahı çəkməyəcəm. İnşallah ki, bəyənərsiniz. Yəni hər anı Ryan düşərgədəkilər bezdi məndən. Səndən bir də video çəkirsən, sənin telefonumun yadaşı dolmur. O sırada yəni kamera arxası hüsrandır, yəni fiyaskodur. Amma yenə də idarə elədim. Paşa sağ olsun, onun telefonunu atırdım. İnşallah ki, vlogların hamısını editləyəcəm, bir-bir paylaşacağım. Məncə çox qəşəng vloglar alındı. Çox səmimi kadrlar alındı. Təbii ki, düşərgədə iştirak etdiyim üçün də yəni çox xoşbəxtəm ki, yəni o qədər insan arasından 100 nəfər seçilib və mən onların içindəyəm. Düşərgə çox mükəmməl keçdi. Çox düşərgədə olmuşam. Üçüncüdür, yəni çox deyildi, üçüncü. Və çox mükəmməl keçdi həqiqətən. İstər stafın səmimiyyəti, istər təlimlər, istər günlük əyləncələr. Mən çox bəyəndim. Hər şey çox əla idi. Hətta mənim könlü baharı dəhşətli dərəcədə ayağım ağrımışdı. İkinci günündən partiyada gedə bilməmişdim. Partiyaya gedə bilməməkdə təbii ki, pis olmuşdum. Gedə bilməməyə pis olmamışdım. Sadəcə yəni dəhşət yorucu və pis keçmişdi mənim üçün. Çox qəşəng əylənmişdim, amma ayağım ağrı deyil, narahat idim. Amma burada elə bir şey olmadı, çox şükür. Bilmirəm nəyəsə görə, yəni gözüm bu arada şişmişdi demişdimsə, gözüm də düzəldi. Yəni uşaqlarımız da çox yaxşı idi, timimiz çox yaxşı idi, digər uşaqlar çox yaxşı idi, staf heyəti çox yaxşı idi. Tim liderlər çox mehriban, gülər üzlü idilər. Həqiqətən sevdim. İlk dəfə idi GMD-nin düşərgəsində olurdum və çox bəyəndim. Hətta orada təcrübəçi kimi getməyi də düşünürəm. Gedəcəm, təcrübəçi proqramı elan edəcəklər. Şkafımız pis gündədir, darmadağındır hər yer. Belə yəni. Hə, hər şey əladır, çox yaxşıdır. Gecə saat 3-ə işləyir artıq. Mən normalda 11-də yatan adam bu vaxtı, amma yəni çox əladır hər şey. Çox gözəl keçdi bütün təlimlər, bütün əyləncələr, bütün oyunlar. İnşallah ki, siz də vlogu izləyib bəyənərsiniz. Çox xahiş edirəm. Çünki hər kəsə də maraqlı gəlir vlog necə olacaq. Mənə də çox maraqlı gəlir. İnşallah ki, siz də bəyənərsiniz deyə düşünürəm. Bəyənsəz aşağı yorumlara fikirlərinizi yazmağı unutmayın. Mütləq abunə olmağı unutmayın. Mənim üçün çox böyük bir şeydir. Bayaq Secret boxa yazmışam ki, YouTube kanalıma abunə olun. Kanalım Səbinə Bağırova. Şeydir, oxuyanda Zeynəb. Deməli, oxuyurlar. Ertəs belə deyir ki, hə? Az, gəl. Ertəs bədi belə. Ondan qabaq da soruşmuşdu ki, nə qədər takipçim var, pul alabilirsən falan. Qazım dedim, yox da, yəni hələ ki ödəniş götürmürəm. Deyir ki, 1000 takipçisi var, hələ ödəniş ala bilmir. Yazıb Kübra abunə olun.
Amma yəni məncə hər şey çox yaxşı olacaq. Hər birinizə güvənirəm, hər birinizi sevirəm. Zeynəb də gəldi. Zeynəb, həqiqətən səndən bir otaqda olmaq, bu 5 gün bölüşmə çox əyləncəli idi. Yəni həqiqətən bütün ən gözəl otaq yoldaşı. Allah haqqı mənim deyəm, bütün şansımızı bir yerə düşməkdə kullandıq. Yaxşı ki, videomu bəyəndinizsə, like etməyi və kanalıma abunə olmağı unutmayın. Növbəti vloqlarda görüşəndək Sizi sevirik. hələlik.